Hə, salam qardaşlar. Deməli bu 2 həftə, 2-3 həftədir hardasa, demək ki, hər gün 10 nəfərin sualına cavab verirəm eyni mövzuda. Yəni karbamidlə mən əkin eləyə bilərəm, yoxsa yox? Belə bir sualı da gün ərzində cavablamaqdan yoruldum. Yəni mən bir dənə sual vermək istəyirəm. Qardaş, bu pul qazanmaq istəyirsiniz. Allah canınızı sağ eləsin. Amma yəni təhsil almısınız axı. Yəni təhsilsiz adam deyilsiniz axı. Yəni bu tövsiyəni verirsinizsə, təhsildən heç olmasa utanmaq lazımdır ki, mən təhsil almışam. Mən verdiyim tövsiyə müəyyən bir kriteriyalara uymalıdır da. Yəni söhbət dəmiyə əkinçiliyi ilə gedir özdə. Yəni ağrılı yer, sulanan əşində də karbamidlə əkin başladılmaz. Olsun, deyək ki, kasıbçılıqdır. Ehtiyac olan gübrə tutaq ki, A gübrəsidir. A gübrəsini ala bilmirəm, amma B gübrəsindən istifadə edirəm. B gübrəsinin də ümumiyyətlə ortada bir rolu yoxdur hal-hazırda. Nə mayalanma, düzəlmədə rolu var, nə bir şey. Hə, deyək ki, sulamada belə olmaz. Amma söhbət gedir ki, yəni sual verilir ancaq dəmiyə əkinçiliyi. Demək olar ki, bütün dəmiyə əkinçiliyindən sual verirlər ki, qardaş, biz karbamidlə əkin əkə bilərik, yoxsa yox? Qardaş, bax, bir dənə söz izah edirəm, bir dənə mövzunu izah edirəm. Bir qaşıq şəkəri tökdüm bir stəkan çaya. Qarışdırdım, oldu belə qıvamında, belə deyim, ağız tamında, adam içdi o çayı. Bir də ki, eyni miqdar şəkəri tökdüm yarım stəkan çaya. Bu daha çox şirin olacaq, ağız tadına da uyğunluğu olmayacaq, içmək də istəməyəcəksən, ləzzət də eləməyəcək. İndi mənim də sizə demək istədiyim odur ki, qardaş, bu dəmiyə əkinçiliyində su olmur torpaqda, yüngül bir nəm olur. Və suda həll olan hər hansı bir gübrəni, fərqi yoxdur ya, yəni fosfor olmur, nə olur olsun, fərqi yoxdur. Hər hansı bir gübrəni çox istifadə eləmək nə deməkdir? Bu toxum cücərməmişdən qabaqki prosesdən xəbəriniz var, yoxsa yox? Yəni, toxum cücərməmişdən öncə ətrafındakı rütubətdən yararlanıb toxum şişməlidir. Yəni, o rütubəti mənimsiyib şişməlidir. İndi fikirləşin ki, su olmayan mühitdə elə bir yarım stəkan çaya bir qaşıq şəkər tökübsən. Bu, həddən artıq şirin olacaq. Yəni, yüksək konsantrasiya azot olacaq. Bu azota da qida olaraq hələ baxmır. Toxum qida olaraq baxmır. Ancaq nəm olaraq baxır. Yəni, bu nəmi almalıdır ki, şişə, sonra cücərmə enerjisi başlayır. Yəni, sözüm nədir? Həmin o cücərmədə, o yüksək konsentrasiyada azot sizcə sizin xeyrinizə mi çalışar, yoxsa əksinə mi? Yəni, suala bu qədər bəs eləyir, yəni. Sadəcə mən onu demək istəyirəm ki, təhsil almışsınız da, ayıbdır axı. Yəni, təhsilinizə görə ayıbdır. Özünüzə görə bir söz demirəm. Özünüz hansı yolu seçirsiniz, seçin. Amma təhsilinizdən ayıbdır axı. Sizi dinləyən də sizi təhsilinizə görə dinləmək istəyir də. Yəni, sizi yoldan ötən qəbul eləmir ki, fikirləşir ki, bu adam boynuna, buxununa baxır, deyirlər, bu adam boyu, buxunu yerində, özü də təhsili yerində və əssalam da, yəni, abrı, həyası yerində olar da hər halda. Yəni, təhsilinizdən utanın da, yəni, bu şəkildə necə dəmiyə əkinçiliyinə yanaşa bilər? Sulama əkinçiliyi bir şəkildə qəbul elədik ki, hə, burada su var, zaten bir şəkildə seyrəldilə bilər həmin azot norması. Dəmiyə əkinçiliyi səni idarə eləyə biləcəyin əkinçiliyi deyil axı. Yəni, torpağın nəmində, yəni, demək istədiyim ümumiyyətlə, dəmiyə əkinçiliyindən ötürü bir tövsiyə verim sizə. Dəmiyə əkinçiliyində, hə, tutaq ki, fosfora imkanınız yoxdursa, yenə də problem deyil. Əkininizi aparın, heç nəsiz, boş əkinə aparın. Qumat çiləməsi apara bilərsiniz, yağışlardan qabaq. Tutaq ki, hektara 1 kilogram, kilogram yarım, 2 kilogram, 3 kilograma qədər qumat çiləməsi apardınız torpağın səthinə. Yağışlar başlayanda və yaxud da köklər torpağın nəmi ilə cücərmə yarandısa, həmin o ilk əmici tellər, həm ilk kökcüklər, həmin o qumatdan yararlanacaq, daha yaxşı bir şəkildə köklənəcək. Bütün toxumların içində, yəni fərq eləməz taxıldan. Fərqi yoxdur. Pomidor toxumundan tutmuş, nə bilim, sarımsaq toxumuna qədər bütün toxumların içində yağ olur. Bu yağ onun cücərmə enerjisini təmin eləyə biləcək. Ondan ötürü onun içində yağ var. Yəni yağın olmaq səbəbi odur. Yəni bütün toxumlarda yağ ondan ötürüdür ki, çünki bitki istənilən halda günəş enerjisi ilə, bütün ehtiyaclarını günəş enerjisindən qarşılayır. Amma toxum günəşlə işləmir.
Günəşə çıxana qədər onun müəyyən bir enerjiyə ehtiyacı var. Həmin enerji də onun içində depolanıb. Yəni onun əlavə hansısa bir cücərməsi üçün falan üçün sudan başqa heç nəyə ehtiyacı yoxdur. Ta ki günəşə çıxana qədər. Yəni günəşə çıxana qədər onun heç bir minerala, heç bir şeyə ehtiyacı yoxdur. Günəşə başladı çıxmağa, ondan sonra günəş enerjisi girir oyuna. Vəssalam. Yaz gəldi. Dəmiyə əkinçiliyi elə bir şeydir ki, mövsümə görə qərar verir. Baxırsan ki, məhsul ilidir. Verirsən, yarpaqdan bir dənə fosfor verirsən, 10-59-10, 1-2 kiloqram, yəni elə böyük bir şey deyil. Belə gübrələmə də eləyə bilərsiniz, amma yaz üçün yox da, yəni əkində gübrələmə eləyə bilir. Yazda yəni demək istədiyim, nə bilim, bor yarpaqdan verə bilərsiniz, azot verə bilərsiniz, yarpaqdan yox, artıq gübrələmə kimi. Hə, gördünüz, məsələn, mövsüm uyğun deyil, boşu-boşuna rasxod eləyirəm, hə, verməzsiniz. Fikrim başa düşdünüz nə deyirəm? Yəni, demək istədiyim yarpaq gübrələməsi ani gübrələmədir də, resk 2 dəqiqənin içində şapbaşırıb getdi. Daha bunun mənimsənilməsi nə zaman baş verəcək, belə, elə, bunları fikirləşmirsiniz. Elə birbaşa promoy verdiyiniz kimi də bitki tərəfindən mənimsənilir. Yəni, demək istədiyim, mənə daha yoruldum, karbamidlə əkin eləyə bilərəm, yoxsa yox. Deyirsən, yox, deyir, axı, pulum yoxdur. Əpə, mən sənə pulumu verim, nətər eləyim, mən başa salım da, mən də bilim, mən sənə məsləhət verim. Sizə bu məsləhəti verən adama gedin deyin, pulum yoxdur, bəlkə kömək eləyib sizə pul verdi. Belə.